Komandalar artıq meydana çıxırlar, hörmətli tamaşaçılar. Qarabağ və Neftçi bu oyun 50-ci arenada keçirilir. Səbəb var da danışmışıq, bilinir səbəb. Hər iki komandanın, ümumiyyətlə məlumatınız var, həm Qarabağın, həm də ki Neftçi komandasının stadionların ot örtüyü ilə dəyişdirilməsi ilə bağlı müəyyən işlər görülür və bu səbəbdən də açığı həqiqətən belə bir arenanın olması özü sevindiricidir. Kifayət də maraqlı və doğrudan da yüksək ot örtüyü yüksək səviyyədə stadion özü kifayət də kompakt və gözəl bir stadiondur. Yəni bu cür stadionların çox olması düşünürəm ki, həqiqətən çox müsbət amilli, yaxşı bir halda. Heyətlərə təqdim etmək olar artıq. Başlayaq. Bir növ ev sahibi qismində çıxış edən Qarabağ komandasından qapıda 13 nömrə oyuncu İbrahim Şehiçdir. 11 Mahir Mədətov, 15 Rahid Əmirquliyev, 17 Namiq Ələsgərov, 18 İlqar Qurbanov, 21 Arif Daşdəmirov, 22 Əfran İsmailov, 32 Elvin Yunusadə, 55 Bəlavi Hüseynov, 67 Ərabi Jaduari və 91 Coşqun Diniyev komandanın baş məşqçisi Qurbanovdur. Tamaşaçılar hakimlər briqadasına gəlincə baş hakim Əliyar Ağayev, ona Zeynalov, Akif Əmrəli köməkləyəcəklər. 4-cü hakim funksiyasını Mehman Mahmudov yerinə yetirəcək. Qapı arxası hakimlərə gəlincə isə Fariz Yusifov və İnqilab Məmmədovdur. Oyunun AF nümayəndəsi Mübariz Hüseynov, inspektor isə Murad Məmmədovdur. O ki qaldı Neftçinin heyəti, buyurun. Qapıda Krışivan, Santini, 3 Jairo Rodriguez, 9 Katalin Tira, 11 Ruslan Qurbanov, 17 Rəhman Acıyev, 19 Fəhmi Muradbəyli, 6 Vançı Şikov, 27 Məqsəd İsayev, 30 Dario Melnyak, 80 Edson Castillo, 95 Elvin Bədalov və Neftçinin baş məşqçisi Vəli Qasımov. Zaqatala komandasının dünyasını dəyişmiş futbolçusu ilə bağlı və qəbul olmuş qərara əsasən Peşər Futbol Liqası tərəfindən bu turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayır. Görə bilərik və üstə gəl yeni transfer Dina İndilovu düşüb protokola, onun adı salınıb və ola bilər ki, ikinci sən gedişində bu oyuncunu da oyunda görək. Oyuna Qarabağ başladı Pərviz. Az öncə o Mahir Mədətova ötürmə etmədi, çünki oyundan kənar vəziyyət düşmüşdü Mahir. İndi qapıya zərbə indirilir, yaxın ikinciyə indirilən bir zərbə və qeyri-dəqiqli top qapıdan aralı keçdi. Təhlükəli hücumlar təşkil edirlər Qarabağın futbolçuları. Ümumiyyətlə çox hərəkətli futbolçudur. Yaxşı texnikası var, yaxşı zərbələrə malikdir. Qarabağ nə iş hücumu baş verə bilər indi burada. Eljadovi topladı. Qapı qarşısında göndərilən top Santini topu yumruqla uzaqlaşdırdı. Mahir Mədətov özü topa yetirir, amma Santini onu qabaqladı. Qapı zərbəsi olmuşdu mu? Zərbəsi deyə bilmərəm, amma ilk dəfə idi ki, müdafiədən hücuma bu qədər dinamik və səlis dəqiq çıxdılar. Hərçənd sonda bəlkə Rəhman Acıyev bir qədər də irəliyə bilərdi. Lakin zərbə vurmaq qərarına gəldi, zərbəsi alınmadı. Və digər bir məqamı qeyd edək ki, Rəhman Acıyevin əslində çox yaxşı zərbələri var. Onunla oynayır və hücuma qoşulur. Namiq Ələsgərov 2 futbolçunun əltəsində əla çıxdı. Namiq Ələsgərovun qapıya zərbəsi. Top Santiniyə dəyib, künc zərbəsinə. Zərbənin qarşını kəsib, bir daha izləyək, fikir verin hörmətli tamaşaçılar. Nədənsə tutmağa risk etmədi zərbəni. Bəlkə ehtiyatlandı ki, top əlindən çıxa bilər. Coşqun Diniyev topu saxlaya bilmədi. İndi Neftçinin hücumu davam edir. Ruslan Qurbanov qapıya baxdı. Sol ayağı ilə uzaqdan qüvvətli zərbə vurdu. Top düz Şehiçin üstünə yetdi. Əslində topu o uzaqlaşdırmışdı. Sadəcə olaraq bir qədər uzaqlaşdırılma lazım formda. Yəni təhlükəli idi. Yəni belə deyək, Qarabağ futbolçusu özünü yetirsəydi arxadan, zonada olsaydı, o halda topu qapıdan keçmək çətin olmayacaqdı. Və Əfran İsmailov ötürmə gəlir və başlaz. Top qapıdan keçir. Bir qədər kuryoz qol olsa da, hər halda necə olursa olsun, görüşün bu anında 24-cü dəqiqədə Qarabağ Neftçi qarşısında hesabda önə keçir hörmətli tamaşaçılar. Eljadovi'ni təbrik edirlər komanda yoldaşları. Bir daha baxaq. Avtogoldur bu. Jairo'dan avtogoldur. Bir daha baxaq. Jadovi budur. Zərbəni indirdi. Top dirəyə dəydi. Geri qayıtdı və avtogol. Jairo'ya top dəyərək tora daxil oldu. Budur. Fikir verin. Avtogol. Jairo'nu qınamaq olarmı? Onu bağışlamaq olarmı? Qınamaq olarmı? Amma qismət desə çoxu qınıyar, amma mənə elə gəlir ki, elə bu qismətdir.
Sol cinahdan hücum öz inkişafını tapmaqdadır. Qapı qarşısında yox olmayacaq. Yanında ötürmə və daha bir göndərilir top qapı qarşısına. Top qapıdan aralı keçir. Bu dəfə Namiq Ələsgərov idi. Ötürmələr hesabına yaxşı anlaşırlar. Bu dəfə də bu üçlü bir hücum qurdu. Sonunda zərbə vuran futbolçu Namiq oldu, amma zərbəsi istənilən kimi alınmadı. Bir daha baxın. Əlşadın ötürməsi, Namiqin bir toxunuşla qapıya zərbəsi effektli olmadı. Yaxın küncü nişan almaq istəyirdi Namiq. Biraz qala bütün komanda ilə irəli atılıb Neftçinin futbolçuları. Lakin hava mübarizəsində Qarabağın futbolçuları daha yaxşı oynuyorlar. Növbəti asma top qapının üstündən keçdi əslində bu zərbə ilə hətta. Və Əliyar Ağayev də birinci sənə başa çatdığını bildirir hörmətli tamaşaçılar. Finaldadır. Toğrul Əsgərov, Xetaq Qazimov eyni zamanda onların görüşləri təxminən ehtimallarıma görə ikinci hissə ərzində görüşlərini keçirməlidirlər və təbii ki Rio'dan ümid edək ki xoş xəbərlər gələcək. Təhlükəni soruşturur. Namiq Ələsgərov iki futbolçunun əhatəsində topu özündə yaxşı saxladı. Raid Əmirquliyev Əfran İsmayılovla oynayır. Əfran rəqibindən aralanır. Düzdür Neftçi futbolçusu yerdə qalıb. Əfran irəliləyir. Özü gedir. Topu hələ gözündə saxlayıb Əfran. Hələ də topu özünə salma daha ötür. Qapıya doğru zərbə. 2-0 və gol! Gol qeydə alınır. Gözün sanki yan xətt hakimlə baxırdı. Bayrağı qaldırdı mı, qaldırmadı mı? Yox, qaldırmadı və gol qeydə alınır. Mahir Mədətov. Mahir Mədətov Qarabağın üstünlüyünü 2-yə çatdırdı. Bir daha golun təkrarını izləyir hörmətli tamaşaçılar. Əfran İsmayılov rəqibindən sıyrılır. Sanki bir anda mənə elə gəldi ki, hücum burada qapanacaq. Sona qədər pauza götürdü, ötürməsini etdi. Raid Əmirquliyev qapıya doğru zərbə vurdu. Bu an artıq sakitlik çəkmişdi. Hamı gözləyirdi ki, gol var mı, yox mu? Amma təkrarda top qapıya da bu zərbə vuran futbolçu Namiq Ələsgərovdur. Raid deyil. Bəli, Namiqin zərbəsi və ardınca isə geri qayıdan topa Mahir zərbə endirdi. Zərbə anında, Namiqin zərbəsi anında Mahir oyundan kənar vəziyyətdə deyildi. Və təkrarda da bu tam olaraq aydın göründü. Neftçinin hücumu Elvin Bədəlov irəliyir. Bədəlov onun ötürməsi, Katalinin zərbəsi və top meydandan aralı keçir. Rahid ondan o topu aldı və nəticədə topu itirdilər. Lakin top meydandan çıxandan sonra mən diqqətlə fikir verdim. Elvinlə Rahid əl verib görüşdülər. Sanki anladılar ki, ən az ikisindən biri düzgün qərar qəbul etməmişdi bu epizodda. Hələ ki Neftçinin futbolçular topu özündə saxlayıblar, irəliyə baxırlar. Uzun ötürmə, qapı önünə, başla zərbə və top az fərqlə üstdən keçdi. Budur, fikir verin. Burada top qapı tirinə dəydi. Bəli, çox sərt bir toqquşma oldu burada hörmətli tamaşaçılar. Həqiqətən də bu cür toqquşmalardan sonra təbii ki futbolçuların müəyyən bir müddət özünə gələ bilməməsi düşünürəm ki təəccüblü bir şey yoxdur burada. Melyakın zərbəsindən sonra isə top qapı tirinə dəyərək meydanı tərk etdi. Şehiç də önə çıxmışdı. Sol cinahda artıq normal hücuma çıxa bilirlər. Qapı önünə ötürmə. Dino bir qədər irəli gəldi. İndi uzaq məsafədən Coşqun zərbə vurmur. Cərimə meydançasına daxil olur. İndi sol ayağı ilə zərbə vurdu. Top qapının üstündən keçdi. Az öncə hava ötürməsi də məhz elə yenicə meydana daxil olan futbolçu istiqamətdə. Amma diqqətdən yayılmayan bir məqam o qədər də uca boylu deyil Hüseynova. Yenidən Namiq. Əljadoyi yox. Təhlükəli ola bilər. Qapıya zərbə və top dirəyə dəyir. Geri qayıtdı az qala. Gol olacaqdı. Dino. Epizodun təkrarını bəli izləyirsiniz. Dino topu qəbul eləyir, zərbə vurur və yalnız qapçının dostu dirək ona mane olur. Hələ ki Fəal Daraz görür driblinqə hesabına nəsə dəyişməyə çalışır, amma real heç nə yoxdur. Qapıya doğru növbəti zərbə və bu dəfə də dəqiqlik çatmır Neftçinin futbolçularına. Növbət həvz etmə. Bu dəfə də İlqar Qurbanov çox yaxşı bir müdaxilə etdi və indi Vüqar Nadirov topladı. Qarabağın hücumunu əlinə keçəcək Vüqar Nadirovun zərbəsi. Amma Santin ayaqlarını vaxtında su fasiləsi. Daha birinci hissədə də olmuşdu bu və epizodun təkrarını bir daha izlədik. Bəli, burada Namiq Ələsgərov. Məqsəd İsayevdən əla sıyrılmışdı. Və Santinin burada fikir verilirsə vaxtında ayaqlarını bağladı. Bir daha izləyək. Topu düz o ayaqları arasından tora göndərmək istəyirdi. Canlı sətdə dayanıb. Rəhman topa yaxınlaşdı. Qapıya zərbə indirdi. Üstdən keçir onun zərbəsi. Aldadıcı zərbələri öz bəhrəsini vermir. Alınmır. Effektli alınmır onun zərbələri. Bugün ümumiyyətlə Neftçidə çərçivəyə dəqiq zərbə vurmaq problemi var. Hücum təhlükə ola bilər. Miçel ötürmə. Qapıya zərbə və gol! 3-0 olur hesab.
Əl-Jadui 3-cü qolun müəllifi nişan aldı. Və budur. Hər şey məhz bu cür başladı. Elə bir təsəvvür yaran ki, sanki Əl-Jadui özü topa yetirə bilməyəcək. Amma futbolçu gördüyümüz kimi özünü topa yetirdi və Santin artıq yaxın küncü bağlamağa gecikdi. 3-0 olur hesab. Birinci qolun vurulmasında da Əl-Jaduinin belə deyək, xidmətləri var idi. Çünki onun zərbəsindən sonra top dirəyə dəyib, geri qayıtdı və Jairoya toxunaraq avtogol qeydə alındı və burada isə Əl-Jadui gördüyümüz kimi Mitchell'in ötürməsini dəqiq zərbələ tamamladı. Ötürmə gəlir qapı qarşısına və burada qapıcı Şehiç. Jaironun qol vurmasına mane oldu. Bəli, bax, fikir verək. Baxın burada Jairo və Şehiç. Topa çatır. Cərimə meydançasına daxil oldu. Vüqar Nazirov geriyə ötürmə, qapıya zərbə, top üstdən keçdi. Rahid Əmirquliyev idi son zərbəni endirən futbolçu. İndi saatına baxır. Dino bəlkə son hücumu keçirə bildilər. Qarabağın futbolçuları Əl-Jadui cərimə meydançasına daxil olub. Sol ayağına çəkir topu, qapı önünə göndərdi. Qapçı topu tutur və Əliyar Ağayev final fikrini səsləndirir. Qarabağ 3, Neftçi 0.